Salam değerli izləyicilər, Azərbaycanda televiziya aparıcısına cinayət işi açılıb həbs oluna bilər. Bakı Postun məlumatına görə plastik əməliyyat qalmaqalı ilə gündəmə gələn teleaparıcı Fərqanə Gülağa qızına cinayət işi açılıb. Plastik cərrah Sevinç Heydərovanın şikayəti əsasında Yasamal məhkəməsi onu təqsirləndirilən şəxs kimi tanıyıb və Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanılıb. Sevinç Heydərovanın şikayətində göstərilir ki, Quliyeva Fərqanə Gülağa qızı onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb nüfuzuna və fəaliyyətinə zərbə vurub. Qeyd edək ki, bu mövzu Xoşqədəm Hidayət qızın aparıcısı olduğu Səni Axtarıram proqramında işıqlandırılıb və uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə xanım bildirib ki, 10 ay keçməsinə baxmayaraq üzündə izlər qalıb. Halbuki həkim ona bu izlərin 6 ay ərzində keçəcəyini deyibmiş. Onun sözlərinə görə məsələ ilə bağlı ekspertizadan keçib və rəyi gözləyir. Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, bu həkim səhvi deyil. Xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq. Sevinç Heydərova qadının üzündə yaranmış problemlərin əməliyyatın uğursuz və ya keyfiyyətsiz aparılması ilə əlaqədar olmadığını bildirib və o problemin pasiyentin həkimin tövsiyələrinə əməl etməməsi və lazımi prosedurları yerinə yetirməməsi səbəbindən yarandığını qeyd edib.